Prezident İlham Əliyev bugün Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində oldu. Qarabağ bölgəsinin məşhur yaşayış məntəqələrindən olan mühüm strateji və coğrafi mövqeyə malik Qırmızı Bazar qəsəbəsi 2023-cü ildə silahlı qüvvələrimizin antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçib. Bundan sonra qəsəbədə elektrik və qaz xətləri, həmçinin arteziyan quyusu bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb. 2 transformator quraşdırılıb, su anbarları təmir edilib, təbii qaz xətti çəkilib. Hazırda Qırmızı Bazar qəsəbəsində ictimai məişət obyektləri, həmçinin istehsal emalatxanası fəaliyyət göstərir. Qəsəbədə 300 fərdi ev mövcuddur ki, onlardan da 71-i yararsızdır, 229 isə qismən yararlıdır. Artıq 10 ev istismara hazırdır. Ümumilikdə 2025-ci ilin sonuna dək 217, 2026-cı ildə isə 12 fərdi ev bərpa olunacaq. Hazırda 10 ailə qəsəbəyə qayıdıb. Dövlətimizin başçısı qəsəbəyə köçmüş İslam Dadaşovun evində oldu. Şükür, gerçek. Çok ayalar, öz torpağımız. Hoş geldiniz. Allah sizi var eylesin. Bugün bizim burada üç bayrağımız dalgalanır. Allah sizi var eylesin. Yaxşı varsınız. Şükür, gerçekten her şey faydasında da çok sevindik. Atamdır. Sizi bu torpaqda görməyimə çox çalışdım. Sağ olun. Mənim arzum odur ki, o dəmir yumruq yerində qalsın. İnşallah elə Orada, onun hesabına biz qədimi torpaqlarımıza həsrət edik. İndi torpağımızda gəzirik, yaşayırıq. Çox sağ olun. Var olun. Sağ olun. Allah sizə dəyməsin. Siz burada xoşbaxt yaşayın. Siz buna layiqsiniz. Uzun illər ağır vəziyyətdə. Bəli, elədir. Köçkünlük həyatı ağır həyatdır. Özdə 1 il yox, 2 il yox, 30 il. Düzdür. Amma biz ədaləti bərpa etdik. Şükürlər olsun. Siz də qayıtmışsınız. Ədalət də bərpa edildi. Çox şükürlər olsun. Azərbaycanlılar doğma Qarabağ torpağında əbədi yaşasın. İnşallah. Sağ olun. Sağ olun. Var olun. Sizin var olun. Allah sizə dəyməsin. Sağ olun. Həmişə usta, həmişə möhkəm, dəmir yumruq yerində. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Sağ olun. Sağ olun, sağ olun. Burada indi əkin biçim üçün də yer kifayət qədər Var. Her şeyin arasında hiçbir işlem arasında. İndi bu həyat yanı sahil yerində. İndi əkin torpaqları da böyle. mallarlı burada çox yaxşı. Olacak. Hamısı tərif edikləri olur inşallah. Füzuliyə də yaxın. Bəli, her tərəfə yaxın. Şuşaya da yaxın. Bəli. İyi görsənir. Hər tərəf. Hiç görsənir buradan Şuşanın altı. Bəli. Buradan Şuşaya 20 dəqiqə. Öylədir. Qəşəkdə yolları var. Bəli. Hər tərəf yaxın. Sonra dövlətimizin başçısı Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdü. Siz də xoş gəlmişsiniz. Hoş geldin. Şükür bildiğin. Hoş gelmişsiniz. Hoş geldin. Son koydu. Allah canını sağ eylesin. Sağ ol. Kömeği olsun. Allah kömeği olsun. Hoş geldiniz. Siz gelen yollara hem ayağınız değdiğiniz torpaklar cennete. Sağ ol. 30 yıl işgalda olmuş torpaklarımızı geri qaytardın. Bizim torpağımızı, vətənimizi bizə qaytardın. Çok sağ olun, var olun. Allah size değerli. Gördük. Sağ olun. Sağ olun.
Hoş gelmişsiniz. Allah köməyiniz olsun. Allah razı olsun. Allah sağlık versin. Allah Oradan da tarihi günlər yaşayırıq. Sizi ürəkdən təbrik edirəm. Doğma Qarabağ torpağında artıq gəlib yerləşdirir. Burada bir neçə kəndin sakinləri görüşə gəlib. Bugün bir neçə kənddə olmuşam, sabah da davam edəcək. Bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi bu ərazi 2 il bundan əvvəl işğalçılardan azad edildi. Hələ bu günlərdə sentyabrın 19-20-sində şanlı ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyi bərpa etdi. Və böyük qayıdış proqramı da uğurlu icra edilir. Biz haradasa 2 aydan sonra tarixi zəfərimizin 5 illik yubileyini qeyd edəcəyik. Son 5 ilin tarixi zəfər tarixidir, şanlı tariximizdir. Və şadam ki, siz artıq öz doğma dədə-baba torpağa gəlmişsiniz, yerləşmişsiniz. Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var, su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi, burası doğma Qarabağ diyarıdır. Gözəl, mənzərəli yerlərdir, hər tərəf dağ, meşə, bulaq, suda boldur. Yəni burada sadəcə olaraq rahat yaşamaq, qrup yaratmaq, uşaqları böyütmək, onlara yaxşı tərbiyə vermək. Yəni artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq. Amma sülh şəraitində yaşamaq üçün əlbəttə ki, güc lazım idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bilirsiniz, uzun illər çalışırdıq ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Ancaq Ermənistan tərəfi, onun arxasında duranlar başqa fikirdəydi. Yəni, onlar torpağımızı geri qaytarmaq fikrində deyil. Onlar və onların arxasında duranlar, böyük dövlətlərin rəhbərləri, onlara ürək-dirək verərək elə bil ki, bu işğalı daimi etmək istəyirdilər. Amma bir şey hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının iradəsi, gücü, vətən torpağına olan bağlılığı, Azərbaycan əskərinin olan şücaəti, qəhrəmanlığı və xalqımızın birləşməsini. Onu hesablaya bilməmişdilər. Əgər vaxtında Ermənistan rəhbərliyi mənim sözlərimə baxıb, öz xoşu ilə bizim torpaqlardan çıxsaydı, 2-ci Qarabağ müharibəsinə ehtiyac qalmazdı, antiterror əməliyyatına ehtiyac qalmazdı, 3000-dən çox şəhidimiz olmazdı. Allah onlara rəhmət eləsin. Ancaq vətən uğrunda şəhid olmaq əlbəttə ki, böyük qəhrəmanlıqdır və onların xatirəsini biz əbədi yadımızda saxlayacağıq, əbədi onların xatirəsinə hörmət edəcəyik və bugünkü bu gözəl Qarabağ diyarında biz yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün dünyaya sübut eləmişik ki, biz güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma o sülh ədalətli sülh olmalı idi. Beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi. Və son 5 ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin
sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağında dura bilməz. Çünki bizim işimiz haqq işidir. Biz öz torpağımız uğrunda vuruşmuşuq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyirik. Və bunu sübut eləmişik. Və bugün bütün dünya Azərbaycan xalqını müzəffər xalq kimi tanıyır, haqlı olaraq. 44 gün və bir gün. Heç bir ölkə son 80 il ərzində belə mütləq və tam və ədalətli qələbə qazanmamışdı. Bununla biz fəxr edirik. Fəxr edirik ki, necə ki müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində də qrup yaradırıq. Bax, ermənilər viran qoyublar bizim torpaqlarımızı. Sizin yaşadığınız kənd şəhərləri yerlə yeksan etmişlər. Öz yaşadıqları şərait elə idi ki, necə deyərlər, özünə hörmət edən insan heç vaxt orada yaşamaz. Amma biz 5 il ərzində görün, şəhərlər, kəndlər qurmuşuq. Körpülər, tunellər, su anbarları, elektrik stansiyaları. Yəni, burada gedən, Qarabağ, Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın. Bizi təbrik edirik. Çox sağ olun. Cənab Prezident, bizə bu sevinci, bu hissi yaşatdığınıza görə sizə çox-çox minnətdarıq. Allah dövlətimizi, sizi, bayrağımızı, Azərbaycan yaşasın. Sizin demişkən, Qarabağ Azərbaycan. Çox sağ olun, var olun. Sizin ayağınız dəyən yerlər cənnətə dönür. Bu günlərim bizim o 30 illik həsrətində qaldığımız torpaqlarına qayıtmışıq. Dədə-baba yurdumuza qayıtmışıq. Sizə minnətdarıq. Allah sizə uzun ömür, can sağlığı versin. Çox yaşamışsınız, işğal dövründə. Bir müddət Beyləqan rayonunda yaşamışıq. Ondan sonra da Bakıya köçmüşük, Bakıda yaşamışıq. O günə şükür ki, Allah sizi var eləsin, öz torpaqlarınızda. Amma gənc qızlar görünür ki, buranı heç görmürlər heç bana. İnşallah. Amma yenə də qayıdıblar. Siz harada yaşamısınız? Bura kurur. Çok geçer. Havası, təmiz. Elə geçir. Nəvələrim elə geçir. 5 gün gibi elə geçir. İncəl gecə istirahət edirlər. Allah Sizin bu xalqın yolunda çəkdiyiniz vəziyyətə görə, gördüyünüz işlərə görə hamımız sizə təşəkkür edirik.